Deyirlər, ən çətin zaman can verən zamandır. Dünya bitdi, vəssalam. Bütün həvəslər, hamısı söndü. Dostluq, hər şey yaddan çıxıb. Gedirsən əbədiyyətə. Dünya ilə vidalaşırsan. Dünya ilə vidalaşırsan, görürsən ki, heç kəsin əlindən bir şey gəlmir. Şeytan gəlir, deyir ki, mənə sığın, mənə sığın. Mən həll eləyəcəm. Görürsən, heç kəsin əlindən bir şey gəlmir. Hədislərdə var, şeytan sizin imanınız barədə gücünü o vaxta saxlayıb, bütün gücünü saxlayıb can verən vaxtınıza ehtiyatlı olun. Orada nə mani olacaq bizə? Allah barədə bədgüman olanlar orada şeytana sığınacaq. Amma Allahın rəhmətinə ümidvar olanlar deyəcəksən, gedin, mənim Rəbbim var. Düzdür, mən günahkaram, amma mehriban Allaha tərəf gedirəm. Bu söz bəsdir. Kim bu sözlə dünyadan köçsə bağışlanıb. Mən bu vədəni hədislərə, ayələrə istinadən aşırı gizə sizə verə bilərəm.